Salam əziz dinləyicilər. Keçən videolarımızda olduğu kimi bu videoda da müsahibəyə bir balaca mətnlə başlayacağım. Bu günlər çox önəmli bir ictimai və siyasi hadisə ilə üz-üzəyik. 1403 İran rəis cümhur seçkiləri yaxınlaşır. Bu dəfə türk kökənli bir Azərbaycanlı olan Məsud Pezeşkiyan adayların arasındadır. Bildiyiniz kimi, son 100 ildə mərkəzi hakimiyyətlər Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb, onu siyasi mərkəziyyətdən çıxardıblar. Amma bugün rəis cümhurluq adayının türk olması, Azərbaycanlı olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də dövlətin baskılarından və ya fişarlarından dolayı gələcəyə ümidsizlik var və insanlar seçkilərə və ya intixabata qatılıb-qatılmamağa qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək Azərbaycan Civic Nation ilə ətək yazı ortaq bir proje ilə Azərbaycan məsələləri ilə uğraşıb, bu haqda fikirləşən insanların fikrini öyrənmək üçün onları bir araya gətirməyə qərar verdi. Təbii ki, bu işdən məqsəd insanları seçkilərə qatılmağa və ya qatılmamağa dəvət etmək deyil. Yalnız vəziyyətə açıqlıq gətirmək, məsələlərin müxtəlif cəhətlərinə işıq tutmaq və mübahisə imkanı yaratmaq hədəfdir. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. Bu videodakı qonaqlarımız əzizimiz Məhəmməd Babai, siyasi fəal, aydın və mütəfəkkir, Ruzbə Səadəti, tanınmış milli fəal, aydın və mütəfəkkir. Əzizlər, çox xoş gəlibsiniz. Çox təşəkkür edirəm bizim dəvətimizi qəbul elədiyinizə görə. Mən birinci sualla başlayayım. Ay Babay, sizinlə başlayacağım. İngilizcə əlifba ilə gedirik. Sizin nəzərinizə Azərbaycanlıların və ya türklərin açısından, türklərin fikirlərinə görə, onların tutumundan, onların olduğu yerdən bu seçkilərin qabaqçı seçkilərlə nə fərqi var? Aslında fəqət bu fərqi var. Bundan sonra ayrı bir fərqi yoxdur. Yəni der vaqə Azərbaycanlılara, türklərə, Təbrizə, Urmiyəyə, ayrı şəhərlərə Ağay Pezeşkiyanın sadəcə türk olmağı yox. Türk olmağı, mərkəziyyətdən kandid olmağından sonra ayrı bir şey yoxdur. Yəni fəzada bir şey görüşmür. Baxın, bu neçə ay bundan qabaq Ağay Pezeşkiyan, mən bunu təzə bilmişəm. Ağay Pezeşkiyan Təbrizdən də vəkil olur. Mən şəxsən deyirdim, bəlkə rəddi səlahiyyət olur. Təbrizdən də aldığı rəy eyni ayrı şəhərlər kimi. Elə bir bilirik ki, məclis intixabatında bir səs yox idi. Millət ümumən, yəni nizamın öz tərəfdarları gedirdi. Millət ümumən heç xəbər olmadı belə bir intixabat var. O nizarəti istisvabının qılıncı da hər zamandan artıq kəsib kəsmişdi. Heç kəs qalmamışdı. Şəxsən belə düşünürdüm ki, Ağay Pezeşkiyanı rəddi səlahiyyət edirlər. Bəndə ki, intixab olubdur. Ayrı şəhərlər kimi çox, yəni bir xas rəy də Təbrizdən almayıbdır. Məsələn, deyək ki, bu Təbrizin məhbub bir şəxsiyyətidir və Təbrizdən məclisə bir yuxarı rəy alıbdır. Binabərin, bundan sonra ayrı bir şey qalmır. Yəni, baxın, indi biz Ağay Pezeşkiyana iki baxışla baxa bilirik. Biri bu ki, islah tələblərin, hökuməti islah tələblərin kandididir. Biri də budur ki, Azərbaycanlıdır, Təbrizlidir, Urmiyəlidir, Türkdür. Biri də bununla baxa bilirik. O əvvəl vijegidə heç bir şey yoxdur. Mən təsviri əldən verdim. Var mı? Baxın, yəni ərzim buradadır ki, o əvvəl baxışdan biz bir şey görmürük. Yəni fəza bir cürdür ki, əgər fərz edək, bu Şurayı Nigahban Ağay Seyid Məhəmməd Xatəmiyə də okey versəydi, gəlsəydi ərsəyə, şayət heç bir təhərrük olmayaydı. Azərbaycanda da bəylidir bir təhərrük olar. Yəni tamam bu təhərrük ki görürük, ümumən Azərbaycan şəhərlərindədir. Yəni mən buradakı Tehranda yaşıram, soruşuram, gedirəm, baxıram, deyirəm şayət mən görmürəm. Mən bir təhərrük görmürəm. Ayrı şəhərlərdən də eşitdiyimə görə bir təhərrük görmürəm. Yəni o bu islah tələblərə ki bağlıdır ya onlar bu Ağay Pezeşkiyandan himayət edir, əsbabı bir təhərrük ola bilməyib.
Onların da arasında demirəm 2 hissələr düşür. 3, 4, 5, 6 nəfər himayət edir, çoxu himayət eləmir. Elə bir cərəyan yarada bilməyiblər. Cərəyan umdətən dəqiqən buna xatirdir. Bundan sonra ayrı bir şey yoxdur və bunu biz buna baxmalıyıq, bunu görməliyik ki, bu arada nədən bu iş olubdur və biz soruşmalıyıq mənim nəzərimə. Hər kimsə bu qəzet bu soruşmalıdır. Nədən Ağay Pezeshkian? Nədən nizam bu işi gördü? Və əgər bu işi gördü, onun o rəy verən paygahı ki, indi ümumən Azərbaycanlıdır, nə eləyə bilər? Nə istəyi ola bilər? Əsən bu adama güvənə bilər ya güvənə bilməz? Bu mənim nəzərimə sualdır. Buyurun. Rüzbeh bəy, siz nə düşünürsünüz? Eyni sualı sizə vermək istəyirəm. Azərbaycanlılar və türklər açısından bu seçkilərin keçmiş seçkilərdən fərqi nədir? Doğrusu mən də bir fərq görmürəm. Yəni keçmiş seçkilərdən heç bir fərqi yoxdur. Çünki keçmişdə də elə bir türk kandidat var idi. Mehri Əlizadəyə işarə etmək olar ki, o da 84-cü ildə şirkət elədi. Keçən dövrəyə görə, yəni Ali rəisi seçilən dövrə görə bir sıra fərqlər var. Yəni onunla tutuşduranın da fərqi budur ki, əsasən Ali Pezeshkian gəlibdir və türkdür, Azərbaycanlıdır. Ondan önəmlisi toplumun yəni ərsəsindədir ki, biz keçən dövrə çox bir dənə böyük bir küsmək var idi sandıqda. Yəni ondan qabaqki Ay Ruhaninin ikinci dövrəsinə görə çox bəlli idi əslində. İranın hakimiyyəti verdiyi amara görə də çox da elə gözə gəlirdi ki, 20-25% bir dənə fərq var idi. Keçən dövrlə tutuşturanda bəlkə elə indiki buna barmaq qoymaq olar ki, keçən dövrdən artıq biraz elə bu adamlar ki, qatılmaq niyyətlərində var. Onlarda bir ümid yaranıbdır. Yəni, bu az da olsa gözə gəlir, ancaq keçən dövrdə bu çox gözə gəlmirdi. Ay Pezeshkianın bir dənə əsas fərqi var Ay Mehri Əlizadə ilə. Bir ki, Ay Pezeshkian illərdir Təbrizdədir. Yəni neçə dövrə Təbrizdən məclis kandidi olubdur, amma Ay Mehri Əlizadə simətləri əslən fərqlidir. Ay Mehri Əlizadə kandid olmamışdan qabaq Xurasanın ustandarı idi, iştiba eləməsəm, və tərbiyyət bədənində məsuliyyəti var idi, rəisi idi. Ondan sonra hələ getdi İsfahana və İsfahanda neçə müddət ustandar oldu. Yəni türklüyün də hesab edəndə ki, Ay Pezeshkianla Ay Mehri Əlizadənin biraz bir fərqləri vardı. Elə bu Ay Pezeshkian artıq türklərin içində sevilir Ay Mehri Əlizadəyə görə və ondan da çox tanınır. Hələ qalsın ki, çox şəxsi xüsusiyyətləri olur. Amma külliyyətinə baxanda xas bir fərqi yoxdur. Yəni çox bir şeyə barmaq qoymaq olmur ki, deyək ki, çox bir mənadar fərqidir. Demirəm bu seçkilərdə bir saylar, qatılımlar ya bu tip bir şeylər dəyişir də o cürdə onu danışmaq olar ki, fərqlər nə oldu. Amma indiyə kimi bir şey görsənmir. Ay babay, indi mən keçən müsahibələrdən də yola çıxaraq bir çox insanların da fikirlərini aldıqdan sonra bu seçimlə müvafiq olanlar düşünürlər ki, bu Pezeshkianın olması Azərbaycana birazcıq o rifahı gətirə bilər. Birazcıq da olmuş olsa. Məsələn, heç bir zaman bizim bölgədən bu məqamda heç kimsə olmayıb və Rəis Cümhurun da məhdud da olsa bəzi gücləri var. Eləyə bilər, məsələn, bizim mühit-zistə bir iş görə, bəlkə eləyə bilər iqtisadi rifahdan bir damcı Azərbaycana da pay gətirə. Müvafiqlər, məsələn, əsli və mühüm arqumanlarının biri budur. İndi bütün bunları nəzərdə tutaraq, bu Azərbaycandakı yoxsulluğu, sərvətinin daşınmasını falan, bunların hamısını nəzərdə tutaraq siz bu dönəm seçkilərdə səs verib verməmə məsələsinə necə baxırsınız? Sizcə Pezeshkianın türk olması nə dərəcədə önəmlidir? Səs verilməlidir yoxsa yox? Baxın, əgər Pezeshkianın yerinə bir dənə lap tanınmış usulyara hökuməti kandid, məsələn bu biri var edilən Ağay Taceddini, o da olsaydı Təbrizin nümayəndələrindəndir, Təbrizin ruhanilərindəndir.
Əsasən baxın, bir nəfər ki bir şəhərdən olur, bir məntəqədən olur, bir ustandan olur, naxudagah bir keşiş olur da, yəni məsələn büdcədən söhbət edəndə falanla bir fərqi olacaqdır. Yəni lazım deyil burada biz pezeşkiyanın deyək ki, çün Təbrizlidir belədir. Əgər fərzənd, əlbəttə xub Təbrizdə, Azərbaycanda belə adamlar var ki, kase-i dağ az aş, hər kimsədən çox anti-Azərbaycan, türk sitizdirlər, bunları tanırıq. Belə bir şeylər var. Təbii bunlar yox. Bəli, bəğiyyə hər nehlədən olmuş olsa, oralı olsa biləxərə bir təvəccüh eləyəcəkdir. Yəni siz bunu millət vəkillərində də görürsünüz də. Yəni məsələn bir dənə Urmiyyəli gəlib bir dərd olanda, gəlir Urmiyyə nümayəndəsinə deyir. İndi hər kimimiz olur olsun. O da onun əlindən gələndə məmulən onun bir dərdinə dəyir. Binabərin buna bu baxışdan baxsaq ki, pezeşkiyan lüzumən bir iş görəcəkdir ya bir xas iş görəcəkdir. İnşallah ki görəcək. Amma dəlil bu ki, pezeşkiyanın indi kandil olmağı, aday olmağı Azərbaycanda fəalların içində səs salıbdır, bir təhrrik salıbdır, təbən bu deyil. Yəni pezeşkiyanın aşikara bildiyimiz qədər İran şəhri olmamazlığı, bunlarla həmrahlıq eləməməzliyi, Türk olduğum deməyi ki, bu dönəmdə, bu dövrdə, bu məclisdə çox mühümdür. Məclisdə Türk Şurasının nümayəndələri düzəltməyi, bunlar hamısı o qədər mühüm olubdur və fəallar girişib bu qəziyyəyə. Yəni pezeşkiyanın ən mühüm məsələsi ki, Azərbaycan uşaqları içində, türk fəalları içində bir təhrrik yaradıbdır, bir də qatılıbdır buna. Budur. Bundan sonra biz bilmirik ki, pezeşkiyanın bir xas müdiriyyəti yoxdur. Pezeşkiyanın hətta mənim eşitdiyimə görə o yerdə ki, ustad danışqahdır ya cami-i pezeşkidir, orada da bir məhbub adam deyil. Yəni biz pezeşkiyandan bir xas bir pərvəndəmiz yoxdur, bir sabiqə müdiriyyəti yoxumuzdur ki, deyək bir gözəl işləyəcək. Məsələn, burada da bir şeylər Azərbaycana gətirəcək. O şey ki, der vaqa pezeşkiyan highlight edir, elə dəqiqən bu türk məsələsidir. Və bunun bu türk dediyimə təkid eləməlidir. Baxın, biz burada bir müşəxəs danışaq. Vağən budur, bundan sonra bir şey yoxdur. Yəni ayrıları da vardır. Bu mövriddə kamilən şeir oxur, nisbətən gözəl türkü danışır. Təkid edir, uşaqlarımla türkü danışmışam. Bunlar indi bu camiədə, bu vəziyyətə, bu nasionalizmlə ki varımızdır. Bu faşizm, nasionalizm ki xaricdə varımızdır ki, əslən türk kəlməsinə həssasiyyəti var. Yəni içəridən də lap pisdir. Bu adamı əhəmiyyətin yuxarıladır. Bu adamı göz qabağına gətirir. Mühüm məsələ budur. İndi mənim sualım budur. Yəni mənim dərvaqa baxışım budur. Bunların hamısını o nəhad ki, pezeşkiyanı gətirir vəsətə, bunların hamısını bilir. Təvəccüh buyurun. Yəni dərvaqa mən istəyirəm deyəm, o da dəqiqən bu xasiyyətlə gətiribdir bunu bu meydana. Əgər istəsəydi qeyr az bu ola, o adamlara gətirərdi ki, əvvələn təcrübələr var. Hətta istəyir nizama vəfadar olan, məsələn deyirəm, Cahangirin gətirərdi. Cahangir həm nizama vəfadardır, həm müdir icrayı olubdur və həm sabiqəsində bir şey var ki, adam ittiqa edə bilər. Əzər icrayı deyirəm, amma nizam baxışından deyirəm, Azərbaycan baxışından demirəm. Çünki pezeşkiyanın ustanları Azərbaycan kimi hərif eləyibdir. Kandid istir olay İrana. Mən deyirəm, o şey ki, indi fəallara əhəmiyyəti var, mənim nəzərimə ittifaqən o təsmin tutanlara ki, pezeşkiyana icazə veriblər gəlsinlər meydana, onlara da bunun əhəmiyyəti var. Onlar da dəqiqən buna xatir bunu gətiriblər vəsətə. Bundan sonra bir şey yoxdur ki, axı. Biz çarəmiz yoxdur ki, bu qədər. İqtisadi gətirisi olacaqmı Azərbaycana? Yəni, məsələn, atıram, Vərziqanın mədənlərinin daşınması, oranın yolsuz olması. Yəni, 21-ci əsrdə qadınlar doğumda, qışda doğum eləyəndə ölürlər. Məsələn, doğumda ölürlər. Bunlara mane ola biləcəkmi? Əslən, baxın, bunda olacaq ya ola bilməyəcək, mənim nəzərimə baxın. Siz əslən, məsələn, bir dənə şəhridə, məsələn, fərz edin Təbrizdə, bir dənə fərmandar, bir dənə məqam, bir dənə kəndə olanda o kəndin yolu behtər az olması kənd olur.
Nəinki partibaz edir ha. Və hər hal bir o labi edir, o müşkili görür. Təbiətən bir Azərbaycanlı, bir Kirmanşahlı, bir Kürdistanlı bir məqama yetişəndə o məntəqənin müşkilini görür. Bu təbii halətdə behter olacaq. Sən yəni ələl usul gələk behter olar. Bu baxışdan bizim baxmamız bir mənfəət iqtisadidir. Olsun, eyb yox bu şəraitdə. Amma bu şəraitdəki, indiki bu şəraitdəki toplumun ümdə bəxşi sandıqdan küsübdür. Mənim nəzərimə ən önəmli məsələ hər iki tərəfə, yəni həm Azərbaycan tərəfində fəallara və həm o nizami təsmirə ittifaqən Pezeşkiyanın türk olmağıdır. İttifaqən budur. Bundan sonra mən indi neçə gündür, bax, bu məsələ olandan heç bu cür şeylərə girişməzdim. Həm yazıram, həm dostlarla danışıram. 2-3 ildə sən Clubhouse-dan xəbərim yoxdur, Clubhouse-a gedirəm. Bəlkə ki, fəqət bu sözü yetirəm. Bundan sonra bir şey yoxdur. Bundan sonra heç bir şey yoxdur. Biz gərək indi bu cür baxaq. Belə dəqiq sualımız o şey ki, ola bilər. Bunun türk olmağı, türkü hoviyyətinə, kimliyinə faydası varmı, yoxmu? Nizam bu qəziyyədə icazə verəcəkdir, verməyəcəkdir. Pezeşkiyanın ətrafında olanlar bu icazəni verəcəkdir, verməyəcəkdir. Pezeşkiyan özü belə bir adamdır, adam deyil. Bu baxışla mənim nəzərimə doğru baxışdır ki, baxaq Pezeşkiyana. Ruzbək bəy, eyni sualı sizə də soruşacağım. Bütün bu danışılanları nəzərdə tutaraq, özəlliklə həm mədənlər məsələsini, həm kitablar məsələsini, bilirsiniz də, məsələn, indi biz burada bu nəşriyyat işində görürük, nələrə siz daha yaxşı bilirsiniz, oradasınız. Məsələn, hətta türkçəni necə yazmağa görə aylarla kitablar yatır İrşadda, əziyyət eləyirlər, baskı get-gedə çoxalır. Bütün bunları nəzərdə tutaraq, səs verib verməmə məsələsində necə baxırsınız? Pezeşkiyanın türk olması bu səs vermə prosesində önəmlimi, deyilmi? Və bütün bu məsələlər nəzərdə alınaraq rəy verilməlidir, yoxsa yox? Siz bu məsələni necə dəyərləndirirsiniz? Həttəmən ki, önəmlidir. Ancaq mən öz tərəfimdən danışa bilməm. Mən bu cavaba, bu suala yox deyərəm. Və bunu öz tərəfimdən deyirəm. Fərqli illətlər vardı buna, yəni bunları elə sıralayıb danışmaq olar, bəlkə 15-20 dənə fərqli illət sıralamaq olar. Birincisi elə bu mənim qatılmama deməyimdir. Elə durduğumuz yerdə o insanları ki, yəni doğrusu o aktivistlər, yəni umum insanlarla işim, o aktivistləri ki, toplumu qatılıma çağırırlar, elə başlanış nöqtədə bir dənə rantdan istifadə edirlər. O da o rantdır ki, təhrim edənlər eləyə bilmirlər içəridə, təhrimi açıqcasını ortaya qoyur. Yəni, bu seçkilərə bir dənə elə girişdir. İçəridə, yəni eşidəçlərin məsələsi ola bilməz. İçəridə bir sıra aktivistlər əhyanə təhrimdən yana olsalar, bunu açıqcasını ortaya qoya bilmirlər. Özlərini sansür edirlər və ancaq qatılıma çağıranlar rahatdırlar. Yəni, və əsasən bu bahis olur ki, bizim bir sıra içəridə yox deyənlər bəhslərə də çox girişə bilmirlər. Yəni, umumi fəzada görürsünüz, o qatılımdan yana olanların nəfri nədir? Bu göstərir ki, biz nə tərz seçimlə üz-üzə gəlirik. Yəni, bir tərəfin fürsətləri çoxdur, imtiyazları çoxdur. Başlanışda onların bir avansları var. Mən yox deyirəm, biri budur. İkincisi, təcrübə məsələsidir. Yəni, bizim gözümüzün qabağında illərin təcrübəsi vardır. Elə usulgəra dövlətlərindən, etidali islah tələbi dövlətlərindən, ya Xatəmin dövlətlərindən. Biz burada bir şey görməmişik. Yəni, nəhayətdə barbaq qoymaq olaraq filan günə, filan aya ki, deyək ki, burada təvəzzüm çoxalmadı. Ancaq hesab edəndə bu 30 ilin içində, bu seçimlərin hamısının o başında bizim bugünümüzün vəzi dünəlindən xarab olubdur. Bizim sabahımızın vəzi düyünümüzdən xarab olubdur. Yəni, kulliyyətində toplum dalı gedir və heç bir hovzədə də biz bir şeyə barmaq qoya bilmirik. Deyək, burada gəlişmişik. İslah tələbləri çox maraqlılar, özlərinin roşan fikri, orta təbəqənin mütalibələrini, ərzişlərini nümayəndəlik eləyən bir cib həkimi görsədələr və bu tərəfi də usulgəraları da
mütəhəccir bir cəryan, cipər kimi görsədilər. Onların təəccüründə sözüm yox, onlar mütəhəccirdirlər. Ancaq bizim 98-in benzin təzahüratı gözümüzün qabağında, bizim 96-nın məişəti təzahüratı gözümüzün qabağındadır. Bizim dolar məsələsi, yəni təvərrüm məsələsi gözümüzün qabağındadır. Yəni o ərzişlərə ki, islah tələblər barmaq qoyurlar və biz işyanın ətrafında olanlar, sərkub, hicab, bilmirəm, fərqli bir şeylər, hamısı bunların öz dönəmlərində olubdur. Yəni bunların öz dövlətlərində olubdur və fikr eləmirəm bir dənə məntiqi adam bunu qəbul eləməyək ki, ruhani icra ilə hazırdan çox da güclüdür biz işyanlar. Yəni onların çox bir güclü müdür ola bilər. Ancaq vəziyyət budur da, yəni biz bu kiçik çatları içəridə görəndə çox da gərək bunun çatın bir tərəfinə toplumu qoymayaq deyək. Bunlar toplumun nümayəndəsidirlər, əhyanən usulgərələr hakimiyyətidir. Bunlar kulliyyətdə hakimiyyətdədirlər və nəhayət aralarında olan çatda mənafi üstündədir ya. Əslində toplum məsələsidir. Çünki bunlardan heç nə biz topluma sızmıyıq. Bir illət budur. Bir şey dediniz mənə işte. Başqa bir illət budur ki, baxın, burada bizim bir dənə pəsrəf varımız, bir dənə elə bir dalı qayıdırıq 4 il bundan sonra, qabağa görə. O da nədir? O da Aybabayın dediyinə görə və amarlara görə bizim bir dənə küsməyimiz vardı da. Yəni toplum ruhanidə imtihan elədi, xatəmində imtihan elədi, gəldilər və bir dənə böyük cəmiyyət gün küstü də, ümidin, əlin üzüqdür bu hakimiyyətdən. Bu əl üzmə çox müsbət bir şeydir. Yəni o şey ki, hakimiyyət fərqli cəryanlarla, söyləmlərlə insanları gətirir ərsiyə və hələ deyir mənim içimdə o dəlik deşiyi görürsünüz, bu sizin ümid yerinizdir. Bu ruhani, bu fizişkiyan, bu cəhrumi, bu hər unvanda. Yenə toplumu bir dördül yubadır. Yenə toplumu mütalibatını təviqə salır. Bir məruf cümlə var, Arendt'in cümləsidir ki, deyir ki, bizim ümid heç nəyə dəyişməz, bizim ümidsizliyə ehtiyacımız var. Yəni biz bu hakimiyyətdən əlimiz üzülməlidir. Bunun da mənası infial deyil, yəni biz dal oturmaq deyil. Mənası budur ki, bu hakimiyyətin müxtəssatında, çarçubunda heç nə dəyişə bilməz və özlərindən bunu görsətdirlər. Mən sizi bir dənə çox yaxşı pəjuheşə icra verə bilirəm. Amerikada işlənibdir, adları hatırlamıram və pəjuheşin başlığı budur ki, necə şibhə mədəni və şibhə demokratik nəhadlarla iqtidarcəra və diktatori hakimiyyətlər eləyə bilirlər, ömürlərini çoxaldarlar. Dünyada neçə dənə bu tərz ölkələri, bu tərz sistemləri araşdırıblar və çox mənalı bir rəqəmlər çıxıb. Yəni bəzən yaşı 2 qat olubdur. Yəni ömrü olacaqdı 15 il olub 30 il. Bəzi yerlərdə 20 il, 22 il üstünə qoyubdur. Hətta bir istisnalar da var, onunla sözdür. Necə? Bir məsələsi bu ümiddir. Yəni ümid yaradır və toplum fikir edir ki, əgər bir alternativi də var, o alternativi də bu müxtəssisatın içindədir və mən bunu buradan axtarmalıyım. İkincisi budur ki, hakimiyyət özün parçalanmış göstərir. Yəni elə bir 2 tikə, 3 tikə göstərir və məsuliyyəti salır bir parçanın üstünə və sən onu dalışa düşürsən və əhyanən gileyləndiyin, etiraz elədiyin də o parça olacaq və hakimiyyətin o əsli tərəfin ki, hər yerə kölgə salıb onu görməyəcəksən. Təviqə salır və məsuliyyəti bölür və zaman alır da. Yəni bu sürecin içində fərqli bir ittifaqlar düşür, nəslər dəyişilir, siyasi cəryanlar inziviya gedirlər, ya roşan fişlər zaten. Bu çox əhəmiyyətlidir. Yəni bu təyin olunmuş və üstündə araşdırılmış bir dənə məsələdir. Kifayət fikir edirəm buna bu açıdan danışılır bu məsələ. Yəni istəyirəm biz məsələyə hələ fizikyanın yetişməmiş yox deyirik. Hələ qalsın ki, girək içindən və əhyanən deyək. Çünki bu bir dənə vaqiyyət ki, biz seçkiləri danışmayaq, fizikyanı danışaq, yəni dərvaqa fizikyanın əleyhinə yox deyək. Düzdür, elə bu obrislərin təqviyyəti də alına bilər. Ancaq mən obrisi kandidlərim. Ancaq biz kulliyyət seçkiləri danışanda, yəni orada fizikyanın da mövzuiyyəti yoxdur, Təbən Qalibovun da mövzuiyyəti yoxdur və başqalarında. Bu cəmbədən çox əhəmiyyətlidir. Yəni bu seçkiləri
Bir məsəl var, bir Harry Radfordun bir dənə məsəl var. Deyir ki, sizi, yəni azadlıq məsələsini analiz edən, deyir ki, siz saldılar bir dənə evin içinə, bu evdə bütün istədikləriniz vardı otağın içinə. Yedikləriniz, içdiklər, nə mənə sevirsiniz dünyada orada var. Ancaq oranın bir dənə qanunu var. Siz oradan eşiyə çıxa bilməzsiniz. Və siz baxsız orada olan imkanlara və deyirsiniz ki, mən özüm seçirəm, mən özüm seçirəm burada qalmağa. Bir azadlıq dəqiqən o nöqtədə məna tapır ki, siz istəyirsiniz o otaqdan çıxasınız və sizi qoymurlar. Baxın, bu tərs seçimlər bizdə məfhumların da mənasını dəyişir, lüğətlərin də mənasını dəyişir. Yəni, Pizişkiyan adlı bir şey, elə bir günlərin bizə azadlığı, ədaləti, ya hər bir kandiddə, keçmişdə olan kandiddə, bunların hamısını təmsil edir. Və adamlar gəlirlər bir tədad şeylər, mükaşifələrlə, bir tədad bilmirəm, bir şeylərin elə bunlara vəhy olub bir şeylər dəyişiləcək. Biz illərdir deyirik ki, özür istəyirəm, biz illərdir deyirik ki, burada biz bir sıra sistematik təbizlərlə, sistematik zülmlərlə biz üzəyik. Yəni, əgər bir söyləmin bətnində bu cür bir güzarələr vardır, təbiətən o təbizlərin qaldırılmasında bir şəxslərə, bir tək adamlara bağlaya bilməz. Yəni, sanki biz o adama ümidimiz var ki, bir şeyləri dəyişir. O cürdə deyirik ki, məsələ səliqə idi, məsələ filan adamdan idi. Rəis Cümhur gəzdiymiş, bizə yetişməyib. Təbrizdə olacaq, əyyanə bu təbrizləri qaldıracaq. Yox, bu... Bağış. Yox, yəni sözü bitirə bilərsiniz, cümləzi tamamlayın. Mən bir şey deyim, yəni bu əhyənin bu qatılımdan yana olanlar bir sıra suallara cavab versələr, biz bir ortaq yerə gələ bilirik. Bu bəd deyilən bir şey, ya az şərr olan bir şeyin sınırı haradır? Yəni bu iki dənə, yəni bu ortaya qoyulan bir şey budur ki, Pizişkiyan olmazsa Qalibov olacaq, Cəlil olacaq, X olacaq və onlar fəlakətdirlər, onlar bədbəxtçilik gətirəcəklər, haqlıdırlar o məsələdə. İstəyirəm görüm ki, bu bəd, büyünün bəd deyilən bir şeyin bunun müxtəssatı haradır? Yəni mövqeyiyyətlərlə bu bədlərin sınırları dəyişilir. 20 il bundan qabaq bədtər olan büyünlərin bəd olur. Yəni bizim bədtər getdikcə elə biz usullarımızdan dalı oturuq, geri oturuq. Həmən iştibai ki, islah tələblər elədilər da. Yəni islah tələblər ki, gəlirdilər o şuarları, o azadlıqlardan danışırdılar. Ay Duriyyə Cəfabadını saldılar listin içinə. Çünki hər zaman istədilər ərsədə olalar və hər zaman usullarından bir addım getdirdilər və nəhayətdə məhv oldular. Və bir prinsiplər olmalıdır, o əsasda tərpənməli. Nəzərə gəlir ki, qatılanlarda heç bir prinsip yoxdur və ən azından çoxunda, yəni mən bunu qəzavət eləmirəm, xüsusən aktivistlərdən. Yaxın gələcəkdə görəcəyik da ki, Doğru, nəticələri görünəcək. Rüzbeh bəy, kameraz kəsildi, bilmirəm mənim səsim var yoxsa yox. Kameraz kəsildi. Tamam. Aybabay, siz 2-3 cümlə... Mən bunun cavabında bilmirəm, Rüzbeh kaç yaşındaydı, cəlib sözləri eşitdim, bir nükat deyim, deyə bilərəm. Təbii ki, bir... Ya müntəzir olaq Rüzbeh gəlsin. 2 dəqiqə içində deyə bilərsiniz. Peki. Baxın, mən bu tövziyatı ki, Rüzbeh verdi, icazə istəyirəm ki, əsən lap belə xoşbinanə baxaq qəziyyəyə. Bunlar hamısı düzdür. Fərz eləyək ki, o nizam-ı təsvimgir bombəstə çatıb, istəyibdir ki, bir təğyir təhəvvülatı verə. Mən sizdən soruşuram, indi bunların ən önəmli kandidləri ki, eləyə bilərlər, meydana gətirilər, Ağay Mühəndis Musəvidir. Ağay Mühəndis Musəvi həm bir müddətli həbs olub əmələn. Həm sabiq pak adamdır, əli oğruluğa filana qatı. Təbən Ağay Mühəndis Musəvi olsaydı, mən sizlə bu söhbətləri eləməyəcəkdik. Baxın, hətta Ağay Mühəndis Musəvi də olsaydı, biz bu söhbətləri eləməyəcəkdik. Bəs binabərin məsələni biraz məhdud eləyək. Mənim pişnahadım budur. Həm Pezeşkiyanın türk olmağı və türk olmağının üstündə durmağı və həm nizam bunu bilməyi önəmlidir ki, bu olubdur. Mən indi bunu düz fərz edirəm və mənim nəzərimə budur. İndi budur, nə fişar vardı ki, yəni nizam bu məsələdən bəhrə bərdar edir, o bədəni ki, istəyir
pezeşkiyanı himayət edə, təbiətən bir dənə bir, əsən fərz edirik bir demokratik bir Bedübestandır. Yaxşı, təbiətən o tərəfdəcək dönə deyək ki, mənim də bir istəyim vardır. Sən ki, istəyirsən mənim potansiyel elimdən istifadə edəsən, özüyən məşruiyyət verəsən, sən ki, istəyirsən intixabatiyan bir təhərrük yaradasan, bizim timdən bir nəfər istifadə edəsən, iqtisadda, ərzəni yoxsa siyasət xaricdə bir təğyirat edəsən, mənim də bir istəyim var. Mənə nə edə bilərsən? Sən nə iş görə bilərsən? Bunun ən az laziməsi budur ki, o bədənə ki, aktivistlərin içində pezeşkiyanı himayət edir, pezeşkiyana biraz güvənə. İndi burada şəxsi nəzərim budur. Nə bu adamın sabiqəsi bunu göstərir və nə bu o nizam-ı təsvimgir, o qədər dərəcəyək adamların ki, pezeşkiyandan çox nizama yaxındırlar. Onları qoyub qırağa bizə 1000 dəlil var ki, tərdid eləyək ki, bu arada ayrı bir dəlail var və bu dəlailə qatılmaq çox biraz huşmənd istəyir. Sağ olun. Çox sağ olun Aybabayı. Ruzbeh interneti Bitirdik araba Ruzbeh'i. kəsildi. Bütün tamamilə çıxdı Zoom'dan. Hər halda daha sonra videonu görəcək. Sanıram fikrini də son nöqtəni qoyurdu. Orada kəsildi təəssüflə. Çox təşəkkür edirəm həm sizə, həm Ruzbeh bəyə dəyərli vaxtınızı ayırıb bizimlə danışdığınız üçün, fikirlərinizi həm bizlə, həm dinləyicilərlə paylaşdığınız üçün. Çox sağ olun. Sağ Çox təşəkkür olasınız. edirəm. Sağ olun.